Bir zikir deyərsən, bir sədəqə verərsən filan, Həzrət buyurdu ki, amma bir dənə günah eləməklə, yəni bir dənə odu göndərməklə onları yandırmayasınız, aradan aparmayasınız. Yəni insan bəzi günahlar eləyir, o bəzi günahların vasitəsilə bütün əməllərini eləyir, yandıra bilir. Bilirsiniz də, Həzrəti Peyğəmbər buyurdu ki, siz gedin hərəviz bir dənə əlinizə keçən çöp götürün, gətirin. Əlinizə nə ağac parçası, nə keçir, gətirin. Gətirdilər, yığdılar bir yerə. Peyğəmbər buyurdu ki, əməllər bu cürdür. Bir-bir yığılır, bu cür bir dənə yığdılar, üst-üstə bir tonqal yarandı. Sonra Peyğəmbər neynədi? Onu yandırdı. Dedi, indi yandırın. Peyğəmbər dedi, bir savab iş görürsünüz, sanki cənnətdə bir ağac əkirsiniz. Dedilər, ya Rəsulallah, gör nə qədər biz savab iş görmüşük. Bir zikir deyərsən, bir sədəqə verərsən filan, Həzrət buyurdu ki, amma bir dənə günah eləməklə, yəni bir dənə odu göndərməklə onları yandırmayasınız, aradan aparmayasınız.